Vallahi geri dönüş yoktur. Sümme vallahi geri dönüş yoktur. Edebiləcək heç bir şey yoktur. Necə ki insan o gün deyəcək, mal dövlətim məni xilas etmədi. Şan şöhrətim məni xilas etmədi. Oğul evladım heç bir şey fayda vermədi. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُوا O gün insana nə malı, nə dövləti heç bir şey fayda verməyəcəkdir Allah subhanahu wa ta'ala. O yığmış olduğumuz mallar, o evlatlarımıza baxıb övündüyümüz, sevindiyimiz evlatlarımız, onlar üçün ki bellərimizi bükdüyümüz evlatlarımız, vallahi gün gəlir fayda vermir. Heç bir şey fayda vermir insana. Ya Allah subhanahu wa ta'ala deyir ki, İllə mən ətə Allaha bi qalbin səlim, ancaq səlim olan, salamat olan qəlbdən başqa. Yəni o gün insana qiyamət günü tək fayda verən şey var. O da səlim olan, salamat olan qəlbdən başqa bir şey deyil. Ona görə o peşmançılıq çəkiləcəyi gün, o da insana göstəriləcəyi gün, insan peşman olacaq, fəqət o peşmançılığın ona bir faydası olmayacaq. İnsan geri qayıtmaq istəyəcək. Ya Rabbi ömrümü hədər etdim. Ya Rabbi ömrümü çayxanalarda çürütdüm. Ya Rabbi elə zənn edirdim ki sənin dininə hizmət edirəm. Fəqət ya Rabbi heç bir şey etmirmişəm. Ya Rabbi əldə heç bir şey yox imiş deyib peşman olacağı gün, səhər axşam iş arasında qaldığını xatırladığı zaman, etmiş olduğu əməllərini və etməmiş olduğu əməllərini xatırladığı zaman o gün insan peşman olacaq, amma o peşmançılıq ona fayda verməyəcək. Ona görə insan qəlbini səlim salamat saxlamalıdır. Qəlbi səlim salamat saxlamaq ancaq Allahla rabitənin güclü olması olur. Vallahi elə qəlblər var ki, Allah yolunda 1 manat sədəqə verir, o 1 manat səbəbi ilə cənnəti qazanır. Fəqət elə qəlblər var ki, onlar 100 minlər verir, fəqət o 100 minlər onu cənnətə, gücü çatmır, apara bilmir onu cənnətə. Deməli, məsələ burada, əməlin ölçüsü, əməlin böyüklüyü və kiçikliyi deyil. İnsanın qəlbinin Allaha bağlı olmasıdır. Qəlb Allaha bağlı olanda, qəlb Allahla qüvvətli olanda, Allah subhanahu wa ta'ala sənin şanını ucaldır. Allah subhanahu wa ta'ala səni ilk öncə öz qatında dəyərə mindirir. Sən Allah qatında dəyərə mindikdən sonra sənə nə hüzün, nə kədər ola bilər ki, Allah subhanahu wa ta'ala qiyamət günü insanlara səslənəcək. Hani qiyamət günün dəhşətli anlarından bir andır. Allah subhanahu wa ta'ala deyəcək ki, mən mülkün sahibiyəm. Hardadır o dünyada cabbarlıq eləyənlər, təkəbbürlük eləyənlər, Allah onlara elə bir şəkildə qəzəblənəcək ki, hətta peyğəmbərlərin sözləri var, nə deyirlər? Bizim Rəbbimiz bugün elə bir qəzəbləndi ki, nə bundan öncə, nə də bundan sonra belə bir şəkildə qəzəblənməmişdi. Fəqət bu qəzəbin sahibi olan Allah möminlərə necə səslənəcək? Hanı dünyadaykən mənim rızam üçün bir-birini sevənlər? Allah səslənəcək və Allah subhanahu wa ta'ala onlara rəhmət gözü ilə baxacaq. Deməli, 2 sinif insan var. Allahın qəzəb gözü ilə baxmış olduğu, bir də Allahın rəhmət gözü ilə baxmış olduğu insanlar.